Evladım yaxşı yemir, ağzından da qoxu gəlir. Bunun səbəbləri nə ola bilər? Belə ki, uşaqlarda ağız qoxusunun ən çox görülən səbəbi diş, damaq iltihablarına bağlıdır. Çürük diş, karies və damaq iltihabı uşaqlarda ən çox ağız qoxusu səbəblərdir. Bundan başqa tez-tez angina olan, xronik tonzilit problemi olan uşaqlar, sinusit, burun ətrafı ciblərinin iltihabı olan, adenoid, yəni burnunda artıq əti olan uşaqlarda da həmçinin burun tənəffüsü normal olmadığına görə bu uşaqlar davamlı ağızla tənəffüs etdiklərinə görə ağız qoxuları artmış olur və reflüks xəstəliyi, mədə-bağırsaq problemləri, uşağın yediyinin davamlı boğazına gəlməsi, mədədə qıcqırma, yandırma şikayətlərinin olması ağız qoxusu səbəbləri arasında yer alır. Qastrit, mədə xəstəlikləri, 12 barmaq bağırsaq yara, xora, eroziya xəstəlikləri və bəzi parazitar xəstəliklərdə, qurd xəstəliklərində də həmçinin ağız qoxusu ola bilər. Ona görə evladınız həm yaxşı yemir, həm də ağzında qoxu varsa, saydığım problemlərdən əziyyət çəkir ola bilər ki, onu mütləq yoxlayıb dəqiqləşdirmək lazımdır.